Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Dünyanın aparıcı beyin mərkəzləri artıq 3-cü Dünya müharibəsinin anonsunu verirlər. Hətta bəzi iddialara görə fevral ayının sonu, mart ayının əvvəllərinə qədər 3-cü Dünya müharibəsi de jure formatdan de facto formata keçə bilər. Belə ki, bəziləri hesab edirlər ki, pandemiyanın başlanması ilə, yəni 2019-cu ilin dekabrından 3-cü Dünya müharibəsi bu və ya digər formada başlayıb. Müxtəlif beyin mərkəzləri bunu müxtəlif amillərlə və səbəblərlə izah edirlər. Ancaq bu dəfə heç də de jure, yəni kağız üzərində hər hansı bir xəstəliklər formatında olan 3-cü Dünya müharibəsindən yox, real hərbi güclərin toqquşacağı bir müharibənin anonsunu verməkdədirlər. Belə ki, Amerika ordusunun da son dərəcə hazırlıq vəziyyətinə gətirildiyi bildirilir və qeyd olunur ki, yaxın günlərdə, hətta saatlarda elə yaxın şərqdə vəziyyət daha da kəskinləşə bilər. Yəni, ABŞ və İsrailin İrana hücumu ilə 3-cü Dünya müharibəsinə start verilə bilər. 3-cü Dünya müharibəsinə bu halda start verilər ki, əgər Birləşmiş Ştatlarla İsrail İran üzərinə hücuma keçərsə, o zaman Rusiya və Çin də İranı yalnız buraxmayacaq. İddialar belədir təbii ki və bu iddiaları gücləndirən səbəblər də var. Qeyd olunur ki, son bir gecə ərzində ABŞ-ın müxtəlif hərbi bazalarından onlarla KC-135 və KC-46 tipli yanacaq dolduran təyyarənin havaya qalxdığı qeydə alınıb. Bu təyyarələr ABŞ-ın şimal-şərq sahillərinə toplanır ki, bu da onların yaxın saatlarda transatlantik uçuşla Avropaya keçəcəyindən xəbər verir. Hava yanacaq dolduranlarının bu dərəcədə intensiv hərəkəti adətən uzaq mənzilli qırıcı və bombardımançı təyyarələrin geniş miqyaslı yer dəyişməsi zamanı baş verir, deyə məqalələrdə iddia olunur. Yaxın şərqə 160-dan çox ağır nəqliyyat reysi həyata keçirilir. Bu da son dərəcə maraqlı faktlardan biridir. Eyni zamanda qeyd olunur ki, hərbi logistik hərəkətlilik təkcə Avropa ilə məhdudlaşmır. 15 yanvar tarixindən bəri ABŞ və Yaponiyadan Avropa üzərindən yaxın şərqə doğru C-17 və C-5 tipli ağır nəqliyyat təyyarələrinin 163-dən çox reysinin qeydə alındığı bildirilir. Eyni zamanda da vurğulanır ki, əsas istiqamətlər və reyslərin sayı aşağıdakı kimidir. İordaniya 98 reys əsas mərkəz kimi istifadə olunur deyə məlumatda vurğulanır. Səudiyyə Ərəbistanı 20 reys, Küveyt 18 reys. Pentagon nəyə hazırlaşır? Məncə əsas sual da elə məhz budur. Ekspertlər bu hərəkətliliyi bir neçə faktorla əlaqələndirirlər. Birincisi, İranla nüvə danışıqlarının fonunda ABŞ-ın regiondakı müttəfiqlərini gücləndirməsi. İkincisi, Ukrayna cəbhəsində və Şərqi Avropada baş verə biləcək hər hansı gərginliyə qarşı çevik reaksiya qüvvələrinin hazır vəziyyətə gətirilməsidir. Ağır nəqliyyat təyyarələrinin daşıdığı yüklərin əsasən hava hücumundan müdafiə sistemləri, sursat və zirehli texnika olduğu iddia edilir. Hörmətli tamaşaçılar, bu ola bilsin ki, Birləşmiş Ştatların İrana danışıqlar fonunda bir güc əzələ nümayişi də olsun. Yəni, əgər mənim şərtlərimi qəbul eləməsən, mən səninlə çox amansız və sarsıdıcı şəkildə görüşəcəyəm. Təbii ki, dırnaq içərisində. Bu görüşmək təbii ki, hərbi görüşmədir. Hərbi görüşməni isə indiki mərhələdə İran tərəfi istəmir. Çin açıq dəstək nümayiş etdirib yaxın günlərdə Molla rejimi ilə bağlı və öz dəniz hərbi vasitələrini birgə təlimlərə göndərdi. Rusiya, İran, Çin təlimlərinə və bu bir növ, yəni mən İranın yanındayam mesajını ötürdü Çin tərəfi Amerika Birləşmiş Ştatlar tərəfinə.
İsrail mətbu orqanlarının yazdığına inansaq, İsrail hələ ki İranın raketlərindən müəyyən qədər ehtiyat eləyir, yəni hazır deyil. Növbəti İran-İsrail ABŞ toqquşmasına hava hücumundan müdafiə sistemlərini kifayət qədər gücləndirməyə çalışır. Üstəlik son 6 ay bundan əvvəl, 6-7 ay bundan öncə baş verən müharibədə İsrail tərəfi xeyli sayda kəşfiyyatçısını və yaxud da ki, belə deyək də, casusunu itirdi. İran ərazilərində 2000-dən çox Mossad agenti, casusu edam edildi Molla rejimi tərəfindən. Və belə olan halda İsrail çox güman ki, yeni müharibəyə hazırlıq üçün ABŞ-dan müəyyən müddətlik time-out istəyib. Bizim üçün də vəziyyət gərgin ola bilər, əgər qonşuluğumuzda hər hansı bir müharibə başlasa. 35 milyonluq Azərbaycanlıdan söhbət gedir, türkdən söhbət gedir. Onların aqibəti necə olacaq? Əgər müharibə baş verərsə, onlar Türkiyə və Azərbaycan sərhədlərini tutacaqlar. Ən pis halda Türkmənistan və Pakistana keçmək istəyəcəklər. Biz onları qarşılamağa hazırıqmı? Və bu kimi suallar hələ də açıq qalır. Çox güman ki, Azərbaycan dövləti bu və ya digər formada hər hansı bir önləmə planı üzərində işləyib və ya işləyir. İstənilən halda qonşuluğumuzda vəziyyət gərginləşərsə, tək bizim üçün yox, eləcə də Türkiyə üçün bu böyük narahatlıqlar da vəd edən bir məsələdir. Ancaq 3-cü Dünya müharibəsi başlayarsa, yəni İrana müdaxilə fonunda Rusiya və Çindən ABŞ və İsrailə qarşı ciddi təhlükə gələrsə, o zaman Azərbaycan və Türkiyə üçün, eləcə də regionumuzdakı digər ölkələr üçün, həm Gürcüstan, həm Ermənistan, həm Xəzərin o tayındakı qonşularımız Türkmənistan, Qazaxıstan və Orta Asiyadakı türk qardaşlarımız üçün vəziyyət o qədər də yaxşı olmayacaq. Ona görə yaxşı olmayacaq ki, yeni dünya düzənində biz 3-cü qütb olmağa hazırıqmı? Özümüzü müdafiə instinktimiz nə qədərdir? Özümüzü gələn bəlalardan xilas eləyə biləcəyikmi? İqtisadiyyatımız buna imkan verəcəkmi? Hərbi gücümüz buna imkan verəcəkmi? Biz hansı alyansda təmsil olunacağıq? Hansı qütbdə, hərbi qütbdə özümüzə yer eləyəcəyik? Bax, bunun müsbət və mənfi tərəfləri nələrdir? Biz Rusiyanın mı yanında olacağıq? Yoxsa ABŞ-ın mı yanında dayanacağıq? İstənilən halda biz bütün bu suallara öz-özlüyümüzdə toplum olaraq cavab tapmağa çalışmalıyıq ki, gələcəkdə, yaxın gələcəkdə özdə bütün baş verəcək risklərə qarşı özümüzü qoruya bilək. Və sizin 3-cü Dünya müharibəsi başlayarsa, Azərbaycan hansı tərəfdə yer ala bilər sualına cavabınız varsa, elə videonun şərh bölməsində yaza bilərsiniz. Mənim fikrim odur ki, Azərbaycan nə Rusiyanın, nə ABŞ-ın yanında dayanmalıdır. Azərbaycan türk dünyası ilə bir yerdə, Pakistanla bir yerdə 3-cü qütb yaratmalıdır. Və Türk Dövlətləri Təşkilatı kimi və yaxud da Turan çətiri altında biz 3-cü qütb olaraq öz varlığımızı sürdürməliyik və ən təhlükəsiz qütb də məhz indiki halda məncə budur. Və istənilən halda onsuz da 3-cü Dünya müharibəsi başlasa, dünyanın bir çox xalqları böyük fəlakətlərlə üz-üzə qalacaq. Ancaq biz cəmiyyət olaraq özümüzdə müəyyən immun toplamalıyıq hər hansı bir riskə, təhlükəyə qarşı. İstər bu bizim qonşuluğumuzda baş versin, istərsə yaxınlığımızda və uzaqlığımızda fərqi yoxdur. Və ABŞ-ın bu hərəkətlənməsi yenidən 3-cü Dünya müharibəsi məsələsini gündəmə gətirir. Və bir çoxları hesab eləyir ki, bütün dünya müharibələri yayda başladığı üçün ABŞ növbəti yay aylarında, növbəti aylarda, yəni yay aylarında 3-cü Dünya müharibəsinin düyməsini basacaq. Yəni bu dəfə də müharibə məhz Avropadan başlayacaq. Və o zaman əgər Avropada, istər Ön Asiyada, istər Asiyada başlasa belə, bunun bir ayağı gəlib mütləq bizə çatacaq. Ya iqtisadi formada,
ya siyasi formada, ya siyasi hərbi formada və ya birbaşa hərbi formada. Allah xalqımızı betər təhlükələrdən qorusun. Ancaq biz özümüz öz göbəyimizi kəsən millətik. Ona görə də bütün risklərə özümüz hazırlıqlı olmalıyıq. Fərqi yoxdur. O hansı təbəqənin nümayəndəsidir, dini, dili, irqi mənsubiyyəti nədir? Azərbaycanlıyıqsa bütöv olaraq, bütöv xalq olaraq bu kimi risklərə özümüzü və ölkəmizi hazırlamalıyıq və beynimiz 24 saat işləməlidir ki, biz bu fəlakətlərdən yaxamızı necə qurtara bilərik və yaxud da ki, ən azından minimum risklə necə çıxa bilərik. Belə hörmətli OTV tamaşaçıları, siz də fikirlərinizi elə rəy bölməsində yaza bilərsiniz və bir daha qeyd edirəm ki, dünyanın bir çox beyin mərkəzləri hesab edir ki, fevral-mart aylarından etibarən ABŞ 3-cü Dünya müharibəsinə yaşıl işıq yandıra bilər. Bu isə bütün dünya üçün böyük fəlakət deməkdir. Hələlik sağ olun, salamat qalın, özünüzü və sağlam fikirlərinizi qorumağı unutmayın. Hələlik.